Hadid suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Həmd oxuyar Allah'a, göylərdə nə varsa, yerdə nə varsa. Güclüdür, müdrikdir o. Odur göylərin, yerin yiyəsi. Can veren, can alan odur. Hər şeyə qadirdir o. O əvvəl odur, axir odur, aşkar odur, gizli odur, hər şeyi biləndir o. Odur göyləri yeri 6 gündə yaradan, sonra ərşdə qərar tutan. Torpağa nə girirsə, torpaqdan nə çıxırsa, səmadan nə inirsə, səmaya nə qalxırsa, bilən odur. Harada olsanız sizin yanınızdadır. Tutduğunuz işləri görəndir Allah. Odur göylərin, yerin yiyəsi. Allah'dır bütün işlərin yiyəsi. Gecəni gündüzə qatar, gündüzü də gecəyə. Ürəklərin içini biləndir o. Allah'a və Rəsuluna iman gətirin. Sizi varis elədiyindən xərcləyin Allah yolunda. Böyük bir əcir gözləyir iman gətirərək malını Allah yolunda sərf eləyən kimsələri. Niyə də inanmayasız Allah'a? Rəbbinizə iman gətirməyə çağırır sizi Rəsul. Axı sizdən əhd almışdı Allah. İmana gəlmək istəyirsinizsə, qoşulun Rəsulun çağırışına. Sizi qaranlıqlar içindən aydınlığa çıxarmaq üçün bəndəsi Rəsuluna aşkar ayələr nazil eləyən odur. Sizə qarşı şəfqətlidir, rəhimdir. Niyə də xərcləməyəsiniz malınızı Allah yolunda? Göylərin, yerin varisi Allah'tır axı. Məkkənin fəthindən öncə Allah yolunda malını sərf eləmiş və savaşmış kimsələrlə bundan sonra Allah yolunda malını sərf eləyən və savaşan kəslər bir deyillər. Bunlardan üstündür onlar. Hamısına cənnəti vəd eləmiş Allah. Gördüyünüz işlərdən xəbərdardır Allah. Kim Allah'a gözəl bir borc verərsə, qat-qat artıq qaytarar o borcunu. Səxavətlə veriləcək bir əcir gözləyir həmin kəsi. Qiyamət günü görəcəksən mömin kişilərlə qadınların önünə və sağına işıq salır iman nuru. O zaman müjdə verib deyəcəklər onlara, içindən çaylar axan cənnətlər sizindir bugün. Oralarda əbədilik qalacaqsınız. Budur o böyük qurtuluş. Münafiq kişilərlə qadınlar iman gətirənlərə bizi də gözləyin. Sizə düşən işıqdan biz də alaq payımızı deyən gün qaydın geriyə. Özünüzə bir nur arayın, söyləyərlər onlara. Möminlərlə münafiqlər arasına bir sədd çəkilər o gün. Bu səddin bir qapısı var. İç tərəfi rəhmətlə, çöl tərəfi əzabla dolu. İman gətirənlərə sizinlə bir deyilmiydik biz məgər, deyər münafiqlər. Elədir ancaq siz özünüzü aldadırdınız. Möminlərin nə vaxt həlak olmağını gözləyib dururdunuz. Allah'ın əmri gələn tək dinə şək gətirirdiniz. Nəfsiniz aldatmışdı sizi və Allah'ın adıyla aldadıb
azdırırdı sizi şeytan, deyər iman gətirənlər. Nə sizin fidyəniz, nə də kafirlərin fidyəsi qəbul olunmaz bugün. Od içidir yuvanız, budur layiqli cəzanız. Pisdən pisdir getdiyiniz yer. O kəslər ki imana gəlmiş kimidir, ürəkləri çırpınmalı deyilmi Allahın adını anarkən onlar? Onun göndərdiyi haqq kəlamına ürəkdən bağlanmalı deyilmi onlar? Vaxtı çatmayıbmı bunun? Öncədən kitab verilən kimsələr kimi olmaya belələri. O kimsələrin başları üzərindən uzun bir zaman ötmüş. Yəni peyğəmbərlərindən uzun müddət aralı düşmüşlər. Ürəkləri daşa dönmüş. Yolsuz kimsələrdir artıq bir çoxu. Bilin, torpaq öləndən sonra onu dirildər Allah. Ayələri beləcə sizə açıqlayırıq. Bəlkə bir düşünüb daşınasınız. Sadəcə paylayan kişilərlə qadınlara və Allaha gözəl bir borc verənlərə qat-qat artıq qaytarlar verdiyinin əvəzi. Səxavətlə veriləcək bir əcir gözləyir onları. Allaha və Rəsuluna iman gətirənlər doğru sözlü, düz əməlli kimsələrdir. Şahidlərdir Allahın dərgahında. Əcir və nur veriləcək onlara. Kafirlik eləyib ayələrimizi danan kimsələrsə cəhənnəmlik olacaqlar. Bilin, oyundur, əyləncədir, bəzənib düzəlməkdir. Öz aranızda lovğa-lovğa güzaran keçirməkdir. Mal dövlət yığmaqdır, oğul uşaq çoxalmaqdır dünya həyatı. Yağışın bitirdiyi və əkinçilərə zövq verən bitkiləri andırır bunlar. Vaxt ötdükcə quruyur, saralır, çör-çöp olur bitkilər. Ahirətdə şiddətli bir əzab da var. Allahın məğfirəti və rizası da. Yalnız göz aldadandır, gəldi gedərdi dünya həyatı. Tələsin Rəbbinizin məğfirətinə, göylə yer qədər geniş olan cənnətə. Allaha və Rəsuluna iman gətirənlər üçün hazırlanmış bu cənnət. İstədiyi kimsəyə öz lütfündən verdiyi bir paydır bu. Böyük lütuf yiyəsidir Allah. Yer üzünə və sizin başınıza elə bir müsibət gətirmərik ki, dərgahımızdakı yazıda biz bunu öncədən yazmamış olarıq. Bu çox asan olar Allaha. Bunu sizə deyirik ki, sizdən yoxa çıxanlara kədərlənməyəsiz, sizə verilənlərə çox sevinməyəsiz. Lovğalanıb öyünən kimsələrdən heç kimi sevməz Allah. Bunlar o kəslərdir ki, özlərinin xəsisliyi bir yana, başqalarını da xəsisliyə sövq eləyərlər. Kim yerinə yetirmirsə öhdəsinə düşəni, bilsin təkcə Allahdır hamıdan varlı olan, həmd olunan. Aşkar dəlillərlə göndərdik elçiləri, kitabı, mizanı onlarla nazil elədik. Hər şeydə insaf gözləyə bəlkə insanlar dedik. Möhkəm, davamlı insanların bəzi işlərində karına gələn dəmiri var elədik. Dedik, qoy görsün Allah kim ona yardım eləyir,
Kim arxa olacaq onun peyğəmbərlərinə, bunlar axirətə gedəndən sonra. Şübhəsiz qüvvətlidir, güclüdür Allah. Nuhu və İbrahimi göndərən biz idik. Onların soyundan olan kimsələrə peyğəmbərlik kitab verdik. Doğru yoldadır soydaşlarının bəziləri, yolsuzdur bir çoxları. Onların getdikləri yolda bir-birinin ardınca göndərdik elçiləri. Məryəm oğlu İsa'nı göndərdik. Ona İncil verdik. Şəfqət və mərhəmət duyğusuyla yoğurduq ona tabe olanların ürəklərini. Rahibliyi isə onlar özlərindən icad elədilər. Biz bunu onlara vacib bilməmişdik. Vacib bildiyimiz şey Allahın rızasını diləməkdir sadəcə. Heç rahibliyə də gərəyincə riayət eləmədilər. Onlardan iman gətirənlərin əcrini biz vermişik. Yolsuzlardır bir çoxu. Ey İsa'ya iman gətirənlər, qorxun Allahdan, inanın Rəsuluna, rəhmət payından 2 qat verər. Yolunuzu aydınladan nur verər sizə, bağışlar sizi Allah. Günahlardan keçəndir, rəhimdir Allah. Kitab, Tövrat əhlindən olan kimsələr, peyğəmbərə inanmayan Yahudilər bilsinlər, Allahın lütfündən heç bir şey qazana bilməyəcəklər. Bütün nemətlər Allahın öz əlindədir. İstədiyi kimsəyə bunlardan verəsidir. Böyük lütuf yiyəsidir Allah.